Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca, böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsət edirəm. Həqiqətən də uca, böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allah'a dərgahında, Allah'tan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca, böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzerimizde olan əmrlərini yerinə yetirmək, nəyi ki bizləri qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla təqvalı, Allah qorxusunu qazanmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 109-cu videomuzdur, dəyərli dinləyicilər. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiyçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları ateizmə, deizmə sürükləyənləri tanımış və onların hilələrindən, yalanlarına agah olmuş olarsınız. Hər çıxışımızda, hər danışığımızda insanları Allah'tan qorxmağa, təqvalı olmağa çağırırıq. Bu önəmlidir, çünki Allah Subhanahu wa Taala mübarək kitabında bəşəriyyəti Allah'tan qorxmağa çağırır, təqvalı olmağa çağırır. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem hər çıxışında, hər xütbəsində ilk olaraq insanları Allah'tan qorxmağa çağırır, təqvalı olmağa çağırır. Və ondan sonra sahabələr və ondan sonra onların yolunu davam edən gözəl, salih insanlar və ta bugünə qədər və ta qiyamətə kimi insanları Allah'tan qorxmağa, təqvalı olmağa insanları çağırırlar. Çünki Allah qorxusu, təqva önəmlidir. Əgər insanın içərisində Allah qorxusu varsa, təqvası varsa və insan haqq hesab olduğunu, sorğu sualın olduğunu və qiyamət günü arada heç bir tərcüməci olmadan, vasitəçi olmadan sən Rəbbinə hesabat verdiyi və iman gətirmisənsə, mümkün deyil ki, o insan yalançı olsun, aldatsın, Allah ilə səmimi olmasın. Mümkün deyil. Əgər insanın içərisində Allah qorxusu varsa, yoxdursa, insan istədiyini eləyəcək. Necə ki, Allah Rasulunun zamanında o münafiqlər var idi. Zahirən İslamı, imanı büruzə verir, lakin batinən küfrü gizlədənlər, İslam'a mübarizə aparanlar, döyüşənlər var idi, bugün də var. Və qiyamətə kimi də olacaq elə insanlar. Və məqsədləri də bəllidir. Müsəlmanları içərdən parçalamaq, müsəlmanları bölmək, arada düşmənçilik, nifaq salmaq. Və bugün də baxırsınız ki, görürsünüz özünüzdəki sosial şəbəkələrdə dinsizlər, imansızlar at oynadır. İstədikləri kimi canlı yayımlar açır, insanları nədir, ateizmə, deizmə çağırırlar və dinin olmadı. Və məqsədləri də baxırsan ki, İslamla döyüşməkdir. Heç görməzsən onları xristianlıqdan danışsınlar və yaxud da yahudilikdən danışsınlar. Danışırlar, o cüzü bir iki kəlmə deyib ötər keçərlər. Əksər işləri görürsən ki, müsəlmanlarlandır və gətirdikləri məsələlərə də baxırsan ki, gülünc məsələlərdir ki, hansı ki, müsəlmanlar o məsələləri çox rahatlıqla başa düşürlər. Və o məsələlərdə də heç bir qaranlıq, heç bir şey yoxdur. Qaranlıq heç bir şey yoxdur. Sadəcə o məsələləri elə bir şəkildə təqdim etməyə çalışırlar ki, adi sıravi bir müsəlmanları, cahil, savadı olmayan müsəlmanları azdırmaq üçün. Və bizim də öz növbəmizdə və həmçinin buradan digər tələbə yoldaşlarıma, qardaşlarıma səslənirəm. Hər birimiz Allah Subhanahu taala bu dəvətdən sizləri sorumlu edir. Yəni bu dəvəti insanlara çatdırmaq üçün hər kəs çalışmalıdır. Hər kəs Allah Subhanahu taalanın dinini bacardığı qədər yaymalı. Şərt deyil ki, hamı rəddiyə versin. Şərt deyil bu, qardaşlar. Və hamı da bunu elə bilməyəcək. Sadəcə Allah Subhanahu taala istədiyi bir quluna rədd vermək, belə deyim, məharətini, fürsətini verir ki, hansı ki, o insan doğrudan da, yəni bu işdə mahirdir, bacarır. Kiməsə görürsən ki, hansısa bir fikri məsələləri daha çox örgədir Allah taala. Və yaxud da ticarət məsələlərini, və yaxud da şəri digər məsələlər, hansı ki, görürsən ki, əqidə məsələlərini, tövhid məsələlərini kimsə mükəmməl bilirsə, o sahədə insanları faydalandırmağa çalışmalıdır. Kimsə görürsən ərəb dilini öyrətməklə, kimsə Quran-ı Kərimi öyrətməklə,
Hər bir kəsin öz işi var və hər bir kəs də çalışmalıdır öz işini mükəmməl şəkildə Allahdan yardım, kömək istəyərək nə etməlidir? Yerinə yetirməyə çalışmalıdır. Əssalam. O bərəkət vermək, sənin dəvətinin insanlara çatdırmaq, insanların qəlblərini otuzdurmaq, Allah Subhanahu taala aiddir, bizə aidiyyəti yoxdur. Bizdən sadəcə deməkdir, söyləməkdir, haqqı çatdırmaqdır. Onun kəlmələrin, ayətlərin, hədislərin insanların qəlblərində yer salmaları isə o Allah Subhanahu taala aiddir ki, hansı ki Allah Taala o bərəkəti verirsə, o bərəkəti qoyursa o şeydə, görürsən ki, insan başa düşür, insan anlayır. Və bu videoları əbəs yerə çəkmirik və hər dəfə də biz qeyd edirik ki, yəni ehtiyatlı olun belə insanlarla. Belə insanlardan, yəni qalstuklu, üzü qırxılı, ilahiyyatçı özlərini adlandıran dinsiz şünaslardan ehtiyatlı olun. Çünki bunların məqsədləri başqadır, qardaşlar. Zahirən 50 dənə maska taxıb insanları istənilən bir sifətə girib aldada bilərlər bunlar. Quran sevgisi, nə bilim biz Qurana çağırırıq, biz məzhəbçiliyə çağırmırıq, bizim məzhəbimiz yoxdur. Halbuki elə ən böyük məzhəbə bunlar çağırırlar. Çünki bunlar insanlara öyrədirlər ki, götürün Allahın kitabını, tərcüməni açın və bizim başa düşdüyümüz tərzdə başa düşün. Bunlar insanlara öyrədirlər ki, 1400 ildir müsəlmanların üzərində ittifaq etdikləri, müsəlmanların üzərində yaşadıkları İslamı dəyərlər hamısı səhv imiş. Bu günləri biz deyirik ki sizə, yəni bunlar insanlara elə öyrədirlər ki, həcc həmin o həcc deyil. Yəni 1400 ildir insanlar həcc səhv ediblər. 1400 illik insanların qıldıqları namaz səhvdir. İndi də çıxıblar da görmüsünüz, deyirlər qiblə Məkkə deyil, qiblə Petradır, Petra şəhəri. Yəni bundan o Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə buyurduğu kimi, bizə xəbər verdiyi kimi hər gələn gün əvvəlki gündən daha şərli olacaq. Və get-gedə də o şər artacaq. Və bunlar elə ən böyük öz məzhəblərinə, öz əqidələrinə, öz fikirlərinə çağıran insanlardır, qardaşlar. Və bunlar üçün də məktəblər qurulur. Məktəblər qurulur, belə insanlar yetişdirilir, belə insanlar müəyyən şeylərlə ələ alınır, ortalığa atılır ki, insanları nə etsinlər, azdırsınlar öz fikirləri ilə. Məsələn, məqsədləri budur, qardaş. Baxın, burada bəzi videolar qoymuşam. Dinləyin, dəyərli dinləyicilər, özünüzə də maraqlı olacaq. В Тель-Авиве открыт исламский, в кавычках, университет. Eşitdiniz də harda? Tel-Avivdə, yəni İsrailin paytaxtı olan Tel-Aviv şəhərində bir İslam universiteti açılıb. Yəni, bu qərbə gələ bilməzsiniz. Tel-Avivdə İslam universitetinə gəzir, qulaq asın. Это не значит, что они там преподают исламские науки для мусульман. На самом деле, этот университет основал Моссад в 1956 году. То есть почти больше 50 лет, почти 70. Представь, какова функция этого университета. Açılıb harasa 50 il bundan qabaq universitet. Tel-Avivdə, Mossad tərəfindən. Mossad da bilirsiniz ki, Yahudi təşkilatıdır. Və məqsəd nədir? O universitetdə saxta şeyxlər yetişdirmək, saxta dindarlar yetişdirmək. Hansı ki, o dindarlar orada yetişdirilir, sonra buraxılır cəmiyyətin içərisinə, insanların içərisinə və onlar o saxta dəvətlərini aparırlar. Dəvətləri də nədir? Dəyərli dinləyicilər, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini tərk etmək, hədislər sonradan yazılıb. Quranın təhrif olunmasına etiqad etdirmək insanlara. Məkkə şəhəri həmin o Məkkə deyil, Petradır, qibləmiz. Yəni müxtəlif məsələlər, hicab olmaz bağlama, Quranda hicab haqqında heç bir şey yoxdur. Namazlar 5 rükət deyil, 5 vaxt deyil, 3 vaxtdır və yaxud da 2 rükət qılınmalıdır. İstədiyin şeyləri oxuya bilərsən. Yəni bu cür insanları azdırmaqdır. Она принимает туда молодежь только лишь из числа иудеев. Обучает их религии ислам и наукам шариата, и методологиям обучения. И всем предметам, давая студенту все, что ему необходимо знать об исламе, только учат они их сквозь призму сионистской пропаганды. Также они изучают арабский язык, читают Коран, сборник Бухари, Муслима и фикх. Затем их посылают в арабские страны, как мусульман, как шейха и призывающего. Bəli, hər şey öyrədilir ona. Quran da öyrədilir, hədislər də öyrədilir onlara, Buxari, Müslim və s. Və sonra bir buraxılır onlar ərəb ölkələrinə. Так, Умме сегодня необходимо знать, вокруг кого стоит сплотиться. Pust ne обольщают тебя чьи-либо. Şimdi Kur'an'ın verileri Deyir ki, görürsünüz nə deyir? Yəni deyir ki, kimlərinsə o saxta danışığı sizi aldatmır. Bunlar şarlatan, mən sözünü əbəs yerə demirəm, qardaş. Şarlatan girin Azərbaycan lüğətinə baxın, görün şarlatan kimlərə deyil, özünü bilən kimi göstərən şəxslərə.
özlərini bilmiş kimi. Halbuki qabında heç nə yoxdur. Sıxırsan, biraz gözün bomboşdur. O daşı atırsan, saxsı qabının içinə danqıldayır. Və bunların içindələrin içində də boşdur. Sadəcə müəyyən baxırsan ki, məsələn bu saxtakarın çıxışlarına baxan telekanallarda və yaxud da bu internet kanallarında çıxdığı və danışdığı mövzulara diqqət edin. 10 dənə mövzunun ətrafında məsələlər var və əzbərləyib hamısını və hara gedirsə eyni temaları danışır. Başqa heç bir şey danışmır. Baxın, dəyərli dinləyicilər, bu Yaşar Nuri Öztürk dünyasını dəyişib. Artıq bir neçə video çəkmişik onun haqqında. Adəm deyir ki, ilk insan deyil. Adəm ilk insan deyil və Adəmdən qabaq da insan və Adəmin də atası var. Yaş bu qapı nəyə açır qardaşlarım? Yəni Adəm ilk insan deyil, Adəmin atası var. Artıq o insan fikirləşirsə, yəni Adəmin atası varsa demək onun atasının atası var da. Onun atasının atası var. Da hara getdi çıxdı bu? Deməli onda birinci insan yoxdur yer üzündə yaradılan. Atası varsa deməli onun anasını da tapmaq lazımdır sonradan. Yəni bu cür nə qardaşlarım? Şübhələr atmaqla müsəlmanları nə etdirməyə, çaşdırmağa çalışırlar. Bakarsan Adem'den önce de bir insan nesli var. Çünkü melekler Cenab-ı Hakk'a diyorlar ki sen bu Adem'i yaratıyorsun, bu kan döker, zulüm yapar. Bunun neyini halifem diye seçip yeryüzüne gönderiyorsun. Peki melekler bunu nereden biliyor? Melekler gaybı bilemez. Adem'in babası kimdi diye soruyorum ara sıra ya. Adem'in babası da mı var diyorlar. Var ya, Kur'an söylüyor. İnsan suresinin 2. ayeti Adem'in babasının olduğunu söylüyor. Yəni İnsan surəsində, Dəhr surəsində, yəni orada Adəmin babasından, atasından söhbət getmir qardaşlarım. Allah Subhanahu taala insan kəlməsini qeyd edir orada. Və həmçinin o məzmunda olan ayətlər Qurani-Kərimdə çoxdur. Və Adəmin yaradılışı barəsində Qurani-Kərimdə bəlkə də yüzlərlə ayətlər var. Hansı ki Allah Subhanahu taala Adəmi xəlq edəndən sonra iblisin ona səcdə etməsini əmr etməsi, iblis deməsi ki, sən onu torpaqdan yaratdın, məni oddan, mən ondan daha əfsələ. Yəni bütün bu ayətlər onu göstərir ki, Adəm ilk insan idi, hansı ki Allah Subhanahu taala onu yaratmışdı, xəlq etmişdi. Və ondan da Allah Subhanahu taala onun zürriyyətini xəlq edir. Ondan da onun zürriyyətini xəlq edir. Lakin bu zındıqlar insanların etməyə öz yollarında 1400 illik adət-ənənələrindən, İslami dəyərlərdən uzaqlaşdırmağa çalışırlar. Fikirlərdən yayındırmağa çalışırlar. Bu Mustafa İslamoğlu'dur da dəyərli dinləyicilər. Bunun barəsində videolarımız çoxdur kanalda. Atası, doğma atası, doğmacı atası deyir ki, o insan şeytandır, şeytan. Şeytanın qədər deyir, onu çox sevmirəm deyir. Öyle ya, herhalde toprak değil. Toprak hepimizin babası. Bakınız, topraktan büyüyoruz. 3 kilo doğuyoruz, 70 kilo oluyoruz. Gerisi topraktan. Ama Adem'in babası var. İnsan Adem değil. Kur'an-ı Kerim'in hiçbir ayesinde ilk insanın Adem olduğuna dair bircə dənə cümlə tapa bilmərsiniz. Mesela Kur'an-ı Kerim'de Nisa suresi var. Nisa suresinin 4. ayesi. Orada deyilir ki, ya eyyuhellezine amenu iman getirin. Yok, ya eyyuhennes, ey insanlar, mən sizi nəfs-i vahidə, bir nəfsdən yarattım. Bunu təfsirçilər götürürlər ki, bir nəfs ilə Adəmdir. Qardaş, Allah istəsə orada Adəm deyərdi də. Yəni bu ərəb dilini bilməyə, savadsızın biri ola, savadsızın biri ola. Yəni ərəb dilini bilən Peyğəmbər sallallahu əleyhi və səlləmin dua etdiyi o sahabelərdən demək istəyir ki, mən dini yaxşı bilirəm. Yəni o sahabelər hansı ki deyir ki, bu ayətlərdə söhbət Adəm əleyhissalamdan gedir. Bu deyir ki, yox, orada Adəm ola bilməz. Yəni fikir verirsiniz dəyərli dinləyicilər. Copy-paste etdiyi bütün məsələlər öz müəllimlərindən götürüb bu günləri bizdə bu söhbətləri açıb danışır. Neviz dediğimiz aslında sarhoş Baxın, dəyərli dinləyicilər, Yaşar Nuri Öztürk içki barəsində görün nə danışır. edici içkiler genel adıdır. Şarap dışındaki içkiler sarhoşluk kaydıyla haramdır Hanefilere göre. Az miktarda içilebilir. Kafayı bulmuş. Hatta İmam-ı Azam'ın hocasının hocası Nehaiye, İbrahim en-Nehaiye Irak fıkhının babası sayılır. Soruyorlar. Ne biz içtim diyor. 9 kadeh içtim diyor. 10 kadeh Bana mısın içtim. demedim diyor. Hiçbir şey olmadı. 11. kadehte sarhoş oldum. Şimdi ben diyor 11 kadehten mi sorumlu olacağım? O son beni sarhoş eden bir kadehten mi? O son sarhoş eden bir kadehten diyor. Eşitdiniz də dəyərli dinləyicilər. Allahu Ekber. Yəni
bu üzünə çıxışlar var. Bu çıxışlar içkiyə qapı açmaqdır. Yəni işdə eybi yox. 10 stakan iç, əgər səni hallandırmırsa problem yoxdur. Yəni 11-ci içdin səni hallandırdı, orada artıq nədir cavab verəcəksən. Gətirdiyi rəvayətlərdə yəni heç birinin əsli yoxdur, uydurma şeylər hamısı özlərindən uydurub çıxardıb danışırlar məsələləri. İslam şəriətində, İslam fikrində içki haramdır və böyük günahlardandır. Allah Subhanahu taala Qurani-Kərimdə bu barədə ayətlər nazil edib. Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində bu barədə hədislər var, içkinin haram olması. Məkkədə içki haram olduqda küçələrdən hər bir kəs evlərində olan o şərabları çıxardıb o bidonlarda, qablarda hamısını dağıtdılar Məkkənin küçələrinə. Çünki içkinin nədir? Haram olması əmr olunmuşdu. Bu insanlar isə gör insanlara nəyi təbliğatına aparırlar. Yəni 9 dənə içmişəm, piyan olmadım, amma 10-cuda artıq piyan oldum. Yəni deyim mən ona görə sorumlu olacağam. Yəni 9-dan görə yox. Görün sonra zina barəsində görün nə deyir. Zina ile ilgili açıklamalar var mı? Kur'an'da zina çok ağır biçimde itham edilmiştir. Büyük günahlardan biridir. Tabi zinayı Kur'an'ın anladığı manaya uygun olarak anlayıp o zaman Kur'an'ın o ithamlarını zinaya yönelteceksiniz. Deyir zina, görün necə təqdimat aparır. Deyir ki, zina böyük günahlardandır. Lakin zinanı Quran deyir sənə necə öyrədibsə o cürə başa düşməlisən. Bu zinanı yəni hər bir kəsin anladığı və şəriətin bizə öyrətdiyi o böyük günahdan getmir söhbət. Bunun dediyi tam başqadır. Fikir verin, görün nə deyəcək. Şimdi kendi kafa yani zina ne biliyor musun? Zina fuhuş ticareti söz konusu olacak. Fuhuş ticarətdir deyir. Yəni zina fuhuş ticarətdir deyir. Yəni bizim bildiyimiz qadınla kişinin ilişkisi, yaxınlığı deyil. Yoksa adam işte bugün dini nikah vesaire bilmem ne diyorlar. İki taraf anlaşmış ve bir birliktelik yaşıyorlar. Şimdi bunları zina filan kategorisine sokamazsın. Eşitdiniz də, deyir, kişi, qadın oturub bir-birinə söhbət edib, anlaşıblar, bir yerdə yaşayırlar. Sən deyir onlara zinakar deyə bilməzsən. Yəni deyir onlara zinakar deyə bilməzsən. Zina deyir başqa bir şeydir. Yəni təbliğata baxın, dəyərli dinləyicilər. Efirlərə görün kimlər çıxarır, nəyin təbliğatını aparırlar. Və bizdəki bu zındıq da eyni şeyləri deyir. Nə deyir? İçkini deyir içmə. Belə içki məclislərində otur, problem yoxdur. İçki olan süfrələrə gedginə. Amma İslam, şəriət, Peyğəmbər sallallahu əleyhi və səlləm içki içilən yerlərdən uzaq durmamızı əmr edir. Və 12 dənə lənət gəlib içki barəsində. İçki barəsində 12 dənə lənət gəlib. Daşıyana, satana, süzənə, aparana, gətirənə, hamısına lənət gəlib. Yəni görün şəriət necə qadağan edib onu. Bu zındıqların təbliğatına baxalım. Allahu Ekber. Görün sonra nə deyir? Fuhuş ticareti derken Zina olması için bir kadın bir erkek bir de onların ilişkisinden nemalanan, çıkar sağlayan bir üçüncü şahıs olacak. Yəni rahat bir şeydir. Hansı ki Allah Subhanahu taala Qurani-Kərimdə buyurur, zina haramdır. Yəni bunu demək əvəzinə Allah Taala Qurani-Kərimdə deyir ki, zinaya yaxınlaşmayın. Bu görün necə fəlsəfə danışır orada. İndi reinkarnasiyadan danışır. Ötən videolarımızda biz söylədik reinkarnasiya nədir? Reinkarnasiya insan öldükdən sonra onun ruhunun itə, pişiyə, sıçana, nə bilim, ağaca, meyvəyə getməsidir. Reinkarnasyonun hüküm vermiyorum. Dedim ya müteşabih bir alandır. Ahiret inancı iman olarak korunmalıdır. Müteşabih açıklamaları ayrı bir dava. Ben reenkarnasyonun büyük dinlerdeki ahiret inancının bir işleyişi olduğunu düşünüyorum. Ve hayatın en muhteşem gerçeklerinden biridir bana göre reenkarnasyon. Reinkarnasiya, dəyərli dinləyicilər, bu Hinduizmdə, Buddizmdə onların axirət ilə bağlı olan məsələlərdə olan etiqadları da İslam dinində belə bir şey yoxdur. Nə Allahın kitabı, nə Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə bizə heç bir şey deməyib. Ki insan dünyasını dəyişəndən sonra onun ruhunun hansısa bir heyvana getməsi və yaxud da yaxşıdırsa yaxşı heyvana getməsi, pisdirsə pis
heyvana getməsi. Yəni bunlar hamısı Hinduizmdə, Buddizmdə olan onların adətləri ilə, etiqadları ilə bağlı olan məsələlərdir ki, hansı ki, İslam dini bunların hamısını rədd edir. Bu insan özünə ilahətçi deyərək, dinşünas deyərək, efirlərə çıxardılaraq insanlara Hinduizm adında, Hinduizmə olan etiqadları nə edir, təbliğatını aparır. Eyni də bizdəki bu dinsizşünas da Bhagavad Gita'nı təbliğ edən birisidir də. Deyir, mən Bhagavad Gita'nı oxumuşam. Bhagavad Gita'nı oxuyub bu günə qalmasan da sən. Sən Bhagavad Gita'nı oxuyan bundan artıq düşünə bilməz ki, qardaşlar. Yəni bunlar bir üçün sayırlar onu, o kitabları oxumağa. Yəni indi məsələn məndən sorsalar, mən o kitabların heç şəkillərini görmüşəm də. Mən həyatım boyu o kitabları oxumaram. Bunlar mənə bir necə baxacaqlar? Bunlar geridə qalıblar. Bunlar bu kitabları oxumayıblar. Yəni onlar özlərini biraz yuxarı level, ureven sayırlar da. Yəni biz böyük bir kitablar oxumuşuq. Elhamdülillah. Bizim oxuduğumuz elə Buxari Müslimdə, Allahın kitabı Qurani-Kərimdə bizə bəsdir. Bhagavad Gita'na ehtiyac yoxdur oxumağa. Reenkarnasyon. Biraz açar mısınız bunu? Çok açtık ya. Açılacak bir yeri kalmadı. Hocam açalım ya. İlk defa seyreden vardır, bir şey vardır. Niye? Değişik konular bunlar yani. İşte deminkini tekrar edelim. Bəli, dəyərli dinləyicilər, yəni məqsədləri də dediyimiz kimi İslam dinini içəridən parçalamaq, adi, sıravi müsəlmanları ateizmə, deizmə nə etməkdir? Sürükləməkdir. Türkiyədə bu şeylər artıq etapları keçiblər. Yəni, bu günləri o axın Türkiyədən gəlir bizə. Nə edisən çıxır? Gündə biri çıxır. Allah Subhanahu taala dövlətimizi, məmləkətimizi qorusun belə insanlardan. Allah Subhanahu taala qardaşların dəvətinə bərəkət versin, xeyir versin. Və dua edirəm ki, Allah Subhanahu taala düşmənlərimizin qəlbini qorxu və zəlillik saysın daima. Bizləri isə onların gözlərində, qəlblərində daima izzətli və qüdrətli etsin. Allah'a əmanət olun. İnşallah növbəti videomuzda görüşənə qədər. Salam əleykum və rəhmətullah və bərəkətuh.